Salam aleykum. Ramazanın ikinci günündeyik. Adeten ilk günün heyecanı keçir ve beden yavaş-yavaş aclığı, susuzluğu hissetmeye başlayır. Məhz bu məqamda köməyimizə bir anlayış çatır. Səbir. Səbir sadəcə gözləmək deyil, gözləyərkən nümayiş etdirdiyimiz əxlaqdır. Günün ayəsi. Allahın yanımızda olma sirri. Ayə. Ey iman gətirənlər! Səbir və namazla Allahdan kömək diləyin. Həqiqətən Allah səbr edənlərlədir. Bəqərə 153. Açıqlama. Bu ayə bizə çətin anlarda iki mühüm dayaq nöqtəsi verir. Səbir və namaz. Diqqət yetirin. Allah mən hər kəsləyəm demir. Səbr edənlərləyəm deyir. Oruç tutarkən əsəblərimiz gəriləndə, susuzluq bizi yoranda bu ayəni xatırlamalıyıq. Əgər biz səbr etsək, kainatın Rəbbi bizim yanımızda olar. Allahın yanında olduğu bir bəndə isə heç vaxt məğlub olmaz. Günün hədisi. Daxili nur. Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Səbir bir işıqdır. Açıqlama. Niyə işıq? Çünki insan çətinliyə düşəndə sanki qaranlıq bir tunelə girir. Nə edəcəyini, hara gedəcəyini bilmir. Səbir, həmin qaranlıqda önümüzü görməyi təmin edən nurdur. Səbirli insan tələsik qərar verməz. Qəzəblənib qəlb qırmaz. Oruc bizə bu işığı qazanmağı öyrədir. Bugün bir çətinliklə qarşılaşsanız, dayanın və özünüzə deyin. Mən səbr edirəm, çünki bu mənim işığımdır. Günün duası. Allahım, bizə sarsılmaz bir iradə, təslimiyyət dolu bir qəlb və hər imtahanda səbirli olmağı nəsib et. Bizim orucumuzu sadəcə mədəmizə deyil, ruhumuza da tutdur. Bizi sənin sevgindən və rəhmətindən ayırma. Amin.